Bismillah, elhamdülillah və salatu və salamu alə Rasulillah və ba'd. Kiçik bir nəsihət etmək istəyirəm. Öncə özümə, sonra istəyən hər kəsə. İnsan bu dünyada çox şeyin arxasınca qaçır. Malın, pulun, hörmətin, rahatlığın və s. Amma bir gün anlayır ki, qəlbə rahatlıq verən nə puldur, nə də insanların tərifi. Qəlbə rahatlıq verən Allah Azza və Cəlləni tanımaqdır. Elə insanlar var ki, evi böyükdür, amma sinəsi dardır. Elə insanlar da var ki, cibində az şey var, amma qəlbi dağ kimidir, rahatdır. Çünki onlar bilir ki, ruzini verən Allahdır. Dərdi götürən Allahdır. İnsanı ayaqda saxlayan Allahdır. Bu dünya fanidir. Bu gün varıq, sabah yox. Dünən bizimlə eyni səmanın altında olan neçə insan bugün torpağın altındadır. İnsan bunu düşündükcə qəlbi yumşalır, təkəbbürü azalır, Rəbbinə daha çox yaxınlaşmaq istəyir. Ən gözəl həyat qəlbin Allahla olmasıdır. İnsan gecə başını yastığa qoyanda vicdanı rahatdırsa, haramdan uzaqdırsa, tövhidini, namazını qoruyursa, valideynin və əxlaqla, ədəblə yaşayaraq insanların duasını alırsa, bax, əsl zənginlik budur. Allah bizim qəlbimizi elə etsin ki, dünya onu dəyişdirə bilməsin. Allahumma amin. Sonda Rəbbimizin bu sözləri ilə bu zikri tamamlayıram. Bilin ki, qəlblər yalnız Allah'a zikr etməklə rahatlıq tapır. Ər-Ra'd surəsi 28-ci ayə. Subhanaka Allahumma və bihamdik. Əşhədu an la ilahə illə ənt. Əstəğfiruka və atubu ileyk.